Rumuniyada qırmızı təhlükə səviyyəsi elan olunub. İtaliya, Fransa, İspaniya, Çexiya, Polşada temperatur 40 dərəcəni ötüb. Anormal istilərə görə bakalavr imtahanları təxirə salınıb. İstilərə görə çay və göllərdə çimənlər arasında bədbəxt hadisələr və boğulma halları artıb. Bəli, Avropa son illərin ən güclü isti hava dalğalarından birini yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, bir həftə ərzində Avropada güclü isti səbəbindən 1300-dən çox insan həyatını itirib. Hazırda 150 milyon insan ekstremal isti hava şəraitində yaşayır. Kəskin istilər Azərbaycanda baş verərsə hansı risklərlə üzləşə bilərik? Əlbəttə ki, yay ayıdır və çox güman ki, Azərbaycanda da oxşar istilər müşahidə oluna bilər. Amma indi Avropada baş verən istilərin özəlliyi odur ki, kəskin istiləşmə fonunda şəhər yerlərində xüsusi istilik adaları əmələ gəlir. Bu da xəstə, yaşlı insanlar üçün çox ciddi problemlər yarada bilər. Suya olan tələbat artır. Həm kənd təsərrüfatında, həm bitkilərin suya olan tələbatı artır, həm də insanların içməli suya olan tələbatları artır. Bu birinci şərtdir. İkinci bir tərəfdən su mənbələrinin verimliliyi azalır, su mənbələrinin sululuğu azalır ki, bu da su qıtlığının meydana gəlməsinə səbəb olur. Buna görə də sudan qənaətlə istifadə etmək lazımdır. Mütəxəssislər bildirir ki, uzun müddətli hava proqnozlarını dəqiq vermək mümkün olmasa da, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın dövr üçün Azərbaycanda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı proqnozlaşdırılır. Bildirmək istərdim ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən qısa müddətli və orta müddətli proqnozlar tərtib edilərək yayımlanır. Daha uzun müddətli əhatə edən proqnozlar, məsəl üçün fəsillik proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının regional mərkəzləri tərəfindən hazırlanaraq yayımlanır. Həmin proqnozlar istinadən eyni zamanda iyul və avqust aylarının uzun müddətli tendensiyalarına istinadən qeyd edə bilərik ki, ölkəmizdə iyul və avqust ayı havanın maksimal temperaturu Bakı Şəhər Abşeron yarımadasında, eyni zamanda bölgələrimizdə iqlim normasından bir qədər yuxarı olacağı gözlənilir. Yağıntıların isə iqlim normasına yaxın olacağı ehtimalı var. Artıq ayın 1-də isə əksər bölgələrimizdə hava şəraitinin yağıntılı olacağı, deyək ki, çaylarda suluğun artacağı, sel və daşqın olacağı ehtimalları da vardır. Ümumilikdə bildirmək istərdim ki, həftə ərzində biz kəskin isti hava şəraitini proqnozlaşdırmırıq. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ekstremal isti hava şəraiti insan sağlamlığı üçün ciddi risk yarada bilər. Buna görə də güclü istilər zamanı mümkün qədər kölgədə və sərin mühitdə qalmaq, bol maye qəbul etmək, günəş şüalarının daha intensiv olduğu saatlarda açıq havada uzun müddət qalmamaq, açıq rəngli və təbii materialdan hazırlanmış geyimlərə üstünlük verilməsi tövsiyə olunur.